sualınız olsa məndən soruş. Bunların da əsl pullardır, yəni ki, Bizim fonumuzdan. bunların da filan qədər qiymətli olmalıdır axı, bu elə deyil mi? Misal üçün, Əlbəttə ki, hamısının dəyəri var. bu misal üçün şey gedər, Onu bilmirəm axı. Yəni biz o vaxtdan almaq. London şeyini çıxarsa auksionuna misal üçün. Auksionda baha satıla bilərdi, çox baha yəqin ki. Bu da dediniz ki, Konstitusiyadan, Rusiyanın elmlərində ünvanı konstitusiya kitabı hesab olunur. Hal-hazırda İslam dövlətlərinin əksəriyyətində bundan istifadə olunur. yani bu Koran diyor başka şeydi yani. Koran sayılmır yani nedir bu? Quran sayılmır, yəni fiqdir bu, Quran deyil. Ha, fik. Mesela hansı ülkeler bundan istifadə olur? Hal-hazırda İran'da,
Mesela əvvəllər harda yerləşirdi muzey? Bu muzey yeni açıldı. Hə, yəni ölkədə yox idi belə bir muzey. Bu da pul kəsən maşındır. Nə deyirlər bunlar? Bəli, bu zərb alətidir. Müəyyən müddətdən sonra bu zərb aləti vasitəsilə insanlar bu sikkələri bura qoyub özləri sikkəni zərb eləyib hədiyyə olaraq özlərindən götürə biləcəklər. Bu nə vaxt? Hələ tam hazır deyil. Hə, hər biri gələn adam Bəli, bura. bəli. Hər kəs özü üçün hədiyyə olaraq istəsə götürə biləcək. Hər hansı bir sikkədən. Yox. Ancaq bunlarda olan olan bunlar sikkələri hansı dövrün sikkələrdir bəs? sadəcə sikkədir, yəni hər hansı bir dövrün Bilinmir, hə? Məscid olub, hə? Bura əvvəllər. Oxudum, namaz qılmaq da olur burada, hə? İcazə ola bilərsiniz. və burada musiqi var axı dayanmadan. Musiqi formalı bilərik. Hə, kəsə bilməzsə azaldarsınız. Bəli, bəli, kəsə bilərik. Hə, kəsə də bilərsiniz. Onu da icazə veriz qılımdır, mən iki rükət namaz. Ləvazımat tarzı varsa... Hə, var. Bu qiblə hansı tərəfdədir? Qiblə... Hə, qiblə bu... Hə, sağ olun. Bir də xahiş edirəm musiqini saxlayın. Hə, Allah razı olsun. Burada deməli ən belə qədimi o oldu da, o Pyotr birincinin şəkli olan. Mən bilə ən bahası budur da burada, yox. Onların hal-hazırda dəyər qiymətindən, müasir dövrdəki dəyər qiymətindən məlumatım yoxdur, amma bunların hər birinin özünə görə ayrı-ayrılıqda qiyməti var. Çünki xronoloji ardıcıllıqla ta ilk insanın istifadə elədiyi mübadilə vasitələrindən müasir dövrümüzə qədər olan mübadilə vasitələri hər biri burada özünü göstərir. Ən qədimləri hansıdır bu? Ən qədimlər Bunlardır. Bunlar ilk insanın istifadə etdiyi mübadilə vasitələridir. Hansı ki, balıq qulağıdır, obsidiyandır, muncuqlardır, müxtəlif boyunbağlardır. Obsidian budur. Xeyr, Hə, bu çaxmaq daşıdır. Obsidiyan 2-dir. Bu. Bəli. Bunlar bilirsiniz, insanlar zamanla inkişaf elədikcə, arta beyinləri formalaşdıqca, onlar dərk eləməyə başlayırlar ki, mübadilə vasitələrindən istifadə eləmək onlar üçün yaxşıdır. Məsələn, bir neçə muncuq qarşılığında qoyunu dəyişirdilər, obsidiyan, məsələn, balıq qulağını quzuya dəyişirdilər, malqaraya dəyişirdilər. Yəni, bunlar vasitəsilə onlar mübadilə edirdilər. Yəni, obsidian bahalı şeydir də, ucuz şeydir. Əlbəttə ki, bunlar hər biri ayrı-ayrılıqda öz qiyməti var. Sonra bunlar da onlardan sonra Bəli. qədimliyinə görə. Bu hansı dövrdür? İlk sikkələr. Albaniya İmperiyalar dövrüdür, eradan əvvəlki dövrü burada göstərir və hər biri ayrı-ayrılıqda müxtəlif şəxslərin adına olan zərb edilən sikkələrdir.
Bəs indi bunlar harda saxlanılırdı? Bunlar bizim öz fondumuzun məhsullarıdır, eksponatlarıdır, fondumuzun Sizin eksponatları. deyəndə qorunun. Bəli, qorunun. Çox maraqlıdır. Gərək Çox mu adam gəlir? Necə? Adam çox gəlir muzeyə. Kifayət qədər. Bizimkilər də, əcnəbilər də. Balıq qulağı. Bu da obsidiyan. İşitmişdim ama görmemiştim obsidiyanı. Orada da ne yazılıb? Bu əsasən Şirvanşah hökmdarı 2-ci Fərrux Yasamanın adına zərb olunan sikkədir. Həri, o sikkənin şəklidən ora düşüb. Burada qoyulub. Haradasa burada qoyulub. 22 nömrəli. Şamaxıda zərb olunub 15-ci əsrə aid olan sikkə. Ha, bu. İstəyirsiniz sizə lupa verim, həm qabağını, həm arxasını yaxından baxın. İstəyirsinizsə. Ha, gelirim. Siz de burada yaşayırsınız, 2 nəfər yaşayırsınız. Çox gözəl.